testləri edərək imtahana hazırlaşırıq. İkinci hissə. Videonu izləməzdən öncə videonu bəyənib paylaşsınız, yorum yazsınız. Bir də abunə deyilsinizsə, abunə olsanız sevinərəm. Bu şəkildə mənə dəstək olmuş olarsınız. Zəhmətim də, yəni ən azından azca da olsa qarşılığını tapmış olar. Birinci sualımız Zülfiqar Hacıbəyov hansı şəhərdə anadan olub? Sualı cavabı deməli ki, Şuşa şəhəridir. A variantı. İkinci sualımız Zülfiqar Hacıbəyovun atası kim olub? Üzeyir Hacıbəyli, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Əbdülhüseyn bəy Hacıbəyov, Əhməd bəy Ağaoğlu. Cavabımız B variantıdır. Əbdülhüseyn bəy Hacıbəyov. Üçüncü sualımız Zülfiqar Hacıbəyovun ilk operettası hansıdır? Cavablarımızda evliyikən subay, aşıq qərib, 11 yaşlı arvad, 50 yaşında cavan, 3 aşiq. Cavabımız D variantıdır. 50 yaşında cavan. 50 yaşında cavan əsərinin əsas mövzusu nədir? Qəhrəmanlıq, maarifçilik, yaşlı kişinin özünü cavan göstərməsi, kənd həyatı, ailə faciəsi. Əsas mövzusu nədir? Burada yəni yaşlı kişinin özünü cavan göstərməsi, özünə yaraşmayan hərəkətlər eləməsi və s. bu tipdə tema gedir, yəni mövzu gedir. Evliyikən subay komediyasında əsasən hansı xüsusiyyət tənqid edilir? Tənbəllik, xəsislik, cahillik, yalançılıq və ikiyüzlülük, təkəbbür. Burada cavabımız yalançılıq və ikiyüzlülükdür. "11 yaşlı arvad" əsərində hansı sosial problem qaldırılır? Erkən nikah, işsizlik, miqrasiya, mülkiyyət bölgüsü, müharibə. Cavabımız erkən nikahdır. Çünki burada kiçik qızların ərə verilməsindən söhbət gedir. Aşıq Qərib operasının əsas mənbəyi nədir? Tarixi salnamə, roman, xalq dastanı, dram əsəri, xarici əfsanə. Cavabımız xalq dastanıdır. Aşıq Qərib dastanı haqqında olan mövzudan, yəni dastandan götürülüb bu mövzu tema. Aşıq Qərib operasının baş qəhrəmanı kimdir? Qərib. Şahsənəm obrazı nəyi təcəssüm etdirir? Sədaqət və vəfa, hiləgərlik, qorxaqlıq, acgözlük, şöhrətpərəstlik. Cavabımız A variantıdır. Sədaqət və vəfa. Aşıq Qərib operası neçə? Birinci. Qərib niyə doğma yurdundan ayrılır? 10-cu sual. Təhsil almaq üçün, varlı olmaq və evlənmək üçün, müharibəyə getmək üçün, səyahət etmək üçün, intiqam almaq üçün. O, pul qazanmaq üçün, evlənmək üçün gedir. Aşıq Qərib operası neçə pərdədən ibarətdir? 2, 4, 5, 6, 3. 3 pərdədən ibarətdir. 12-ci sual. Zülfiqar Hacıbəyovun yaratdığı musiqi truppası hansı məqsədə xidmət edirdi? Milli musiqili teatrın inkişafına, dini musiqinin yayılmasına, simfonik orkestrin fəaliyyətinə, xarici musiqinin təbliğinə, kamera musiqisinin inkişafına. Cavabımız A variantıdır. 3 aşiq və ya Məlik Məmməd hansı janrda yazılmışdı? Cavabımız kantata, balet, simfoniya, opera, operetta arasından D variantıdır. Opera. Kənd qızı və çoban qız hansı janrda yazılıb? Cavabımız mahnı janrında. Kütləvi mahnı. Kölə qadınların rəqsi hansı janrdadır? Cavabımız hansıdır? A variantı operetta, B variantı mahnı, C kantata, D opera, E isə simfonik piyes. Cavabımız
E variantıdır, simfonik pyesdir. Zülfiqar Hacıbəyov Azərbaycan estradasına hansı vəzifə ilə dəvət olunmuşdu? Cavabımız C variantıdır. Bədii rəhbər vəzifəsinə dəvət olunub. Zülfiqar Hacıbəyov hansı fəxri ada layiq görülmüşdü? Əməkdar incəsənət xadimi, xalq artisti, akademik, əməkdar müəllim, əməkdar elm xadimi. Cavabımız A variantıdır, əməkdar incəsənət xadimi. Aşıq Qərib operasında musiqinin əsasını nə təşkil edir? Kilsə musiqisi, caz musiqisi, Avropa romansları, aşıq havaları və xalq musiqisi, marş musiqisi. Cavabımız D variantıdır, aşıq havaları və xalq musiqisi. 11 yaşlı arvad əsərinin əsas ideyası nədir? Deməli ki, tarixi qəhrəmanlıq, köhnə adətlərin və erkən nigahın tənqidi, vətənpərvərlik, təbiət sevgisi, şəhər həyatı. Əlbəttə ki, köhnə adətlərin və erkən nigahın tənqidi. Evlilik Kənd Subay əsərinin əsas ideyası nədir? Deməli ki, burada ailə birliyi, əmək tərbiyəsi, dostluq, vətən sevgisi, yalanın gec-tez üzə çıxması. Cavab E variantıdır. Yalanın gec-tez önə çıxması, yəni üzə çıxması. Bəstəkarın son yaradıcılıq planlarından biri hansı opera ilə bağlı idi? Nüşabə, Şah İsmayıl, Koroğlu, Vaqif, Leyli və Məcnun. Cavabımız Nüşabədir. Zülfiqar Hacıbəyovun oğlu kim olmuşdu? Qara Qarayev, Müslüm Maqamayev, Səid Rüstəmov, Fikir Təmirov, Niyazi. Cavabımız Niyazidir. Aşıq Qərib operasının əsas ideyası nədir? Sevgi və sədaqətin qələbəsi, hakimiyyət uğrunda mübarizə, sinfi mübarizə, elm və texnika, siyasi dəyişiklik. Cavabımız A variantıdır. Sevgi və sədaqətin qələbəsi. Zülfiqar Hacıbəyov hansı ordenə təltif olunmuşdu? Cavabımız D variantıdır. Şərəf nişanı ordeni ilə. Zülfiqar Hacıbəyov Azərbaycan musiqi tarixində əsas xidməti nə olub Hacıbəyovun? Deməli ki, burada variantlarda var. İlk baletin yaradılması, ilk simfoniyanın yazılması, muğam məktəbinin yaradılması, kamera musiqisinin inkişafı, musiqili komediya və opera sənətinin inkişafı. Ən müstəsna xidməti E variantındadır. Yəni, musiqi, komediya və opera sənətinin inkişafı da, yəni onun yaradıcılığı önəmli rol oynayır. Belə.